bəlkəsə bugün bu lavabo trendindən sonra bu trendə çıxdı. Bu bilsin nədir? Barmaq qələm deyil ha, yəni bəziləri üçün işə yaramır, bəziləri üçün çox yaxşı işə yarayır. Bu belə açılır, bu qədər açılıb götürə bilir yəni. Ayrançı da pəmbə rəngdədir. Bunu sonra örtüdə bilirsiniz. Belə barmaqdır, kimsə uyandırmaq üçün. Mənim üçün də belə barmaqdır. Evet, gördünüz. Bunun nə işə yaradığını sizə izah edəcəm. Belə işığı yandırıb söndürməyə yarayır. Əgər əringeç adamlarsınızsa, tənbəl olan varsa aranızda, bax bunu açır. Yəni tənbəl də o mənada demirəm. İstədiyiniz qədər açıb uzaqlıq məsafəsini ölçüb söndürüb yandırmağı yarayır da, yəni işığı. Və yaxud da nə isə götürəndə yəni. Bir çox işə yarayır və yaxud da yaramır. Yəni elə belə zımbırtıdır da. Biz aldıq, mən təbii ki, bənövşə rəngi sevirəm, ona görə belə almışam. Yəni bilmirəm, bu sizin könlünüzdən keçib ala bilərsiniz. Bütün məktəblərin yanındakı marketlərdə satılır, Oyal falan belə yerlərdə satılır. İndi onsuz da hamıda da var. Mənim köhnə məktəbimdən bir dənə uşaqda var idi, onun da yaşıl idi, belə uzana bilir, çox uzana bilir. Mən indi sizə az uzadıb göstərdim, yəni istəyən ala bilər. İndi deyəcəksiniz ki, almaq sərf eləyər, yoxsa yox. Bunun cavabı da ki, hələ ki bilinmir. İndi tənbəl olmayanlar bundan istifadə eləmirlər. Ona görə almamaqları daha yaxşı olar, onları sərf edir. Ancaq tənbəl olanlar, yəni ailə eləmə. O mənada demirəm, yəni inciməyin. Ərinir adam bəzən, ailə eləmə də dedim. Ərinəndə yəni götürüb bunu uzadıb hara istəyirsiniz. Məsələn, paltarı götürməyə bir uzadıb altına keçirdə bilərsiniz. Yəni belə işlərə yarayır. Gələn videolarımı bəlkə də bununla davam edəcəm. Sağ olun.